Salam, hər vaxtınız xeyirli olsun, əziz treyderlər. Bu günləri ayın 7-sidir, noyabr ayın 7-si. Gələn həftə üçün sizin üçün analiz dərzi edib paylaşıram. Valyutalarla, qızılla, həmçinin neftlə bağlı. Mənim gözləntilərim nədən ibarətdir və canlı şəkildə sizə göstərəcəm. Hal-hazırda Euro qrafikidir. Euronun ümumi görürsünüz ki, eniş potensialı güclüdür. Çünki bizdə bu maksimumlar, 2 dənə maksimumlar var. Onları texniki olaraq qiymət yeniləməyib. Və buradan belə baxsaq, bizdə belə bir trend xəttimiz mövcuddur. Yəni biz hansı halda artıma davam edə bilər bizdə Euro, ancaq və ancaq bu trend xəttinin üstündən günlük şam bağlanandan sonra, normal şəkildə bağlanandan sonra biz Euronun alışını gözləyə bilərik. Amma indiki vəziyyətdə Euronun düşünmürəm ki, artıma gedəcək. Çünki həm texniki olaraq enişdədir, həmçində ümumi qlobal bazara da baxsaq, mən düşünürəm ki, 1.28, 1.30'lara qədər, yəni təxminən bu səviyyələrə qədər bizdə eniş gözlənilir. H4 qrafiklə keçsək də, burada da həmçində sadəcə olaraq bizə korreksiyadır. Belə bir balaca korreksiyalara diqqət yetirməyin, çünki belə bir impulslu enişin korreksiyası bu yenə bu belə bir enişin davamiyyətini göstərir. Yəni hansı halda yenə də vurğulamaq istəyirəm, artım ola bilər. Biz bütün buradakı yığılmış bu belə deyim həcmləri qiymət təxminən 1.34.70-də bağlansa, onda biz enişə gözləyib, korreksiyanı gözləyib və yenidən artıma davam edə bilərik. Euro ilə bağlı da dəyişilməz olaraq da, yəni funtla Euro eyni hərəkət edir. Burada da qlobal bizdə səviyyələr mövcuddur 1.19-da. Buradan həmçində trend xəttini çəksəz, görə bilərsiniz ki, bu trend xəttimiz hal-hazırdakı vəziyyətdə test olunur. Yəni, ola bilsin ki, buradan belə korreksiya getdi, yenidən eniş davam elədi. Yox, əgər bugünkü şam, günlük şam bu trend xəttimizi qırsa, bu günlük şam olacaq. Onda biz korreksiyadan sonra funtun alışını gözləyə bilərik. Ən yaxın fiksasiya olunacaq profit lokal maksimum olur. O minimum maksimum yenilənməsə, onda Eurodakı, funtdakı kimi Euro bizdə enişə gedəcək. Təxminən belə bir eniş olacaq. Yəni də mən Euronun şəxsən özüm enişini gözləyirəm. Yəni ən aşağısı 1.13-13.500-ə qədər enişin buralara qədər olacağını gözləyirəm. Qızıl. Hamının çox sevimlisi qızıldır. Ticarət olunması valyutası. Daha doğrusu valyuta deyil, metaldır. Çox adamlar qızılın buradan alışlardılar hal-hazırda, yəni %100 bilirəm. Çünki belə bir şamın eniş olunması buradakı belə alışların mövcud olmağından göstərir. Yəni burada bizdə disbalans yaranıb bu şamda. Adətən texniki olaraq biz belə bu şamın ən azından 50%-ni test edib, ondan sonra biz korreksiyanı gözləyə bilirik. Amma bugünkü gündə yəni bütün xəbərlər, hər bir treyderlər, hamı analitiklər deyirlər ki, ilin sonuna qədər qızıl artacaq, 4800-lər gözləyirlər qızılı. Lakin mən elə düşünmürəm, adətən belə bir artımın dərin korreksiyası olmalıdır. Yəni, heç bir valyuta olsun, səhim olsun, kripto olsun, yəni belə bir artımın qarşısına güclü bir korreksiyasız yenə də artım davam etmir. Düşünürəm ki, biz təxminən bizdə burada
belə bir satış diapazonumuz mövcuddur. Satış diapazonunu test edib və ondan sonra eniş edə bilərik. Həmçinin burada belə bir ten xətti də çəkə bilərsiniz. Ten xətti qırılandan sonra biz enişə yenə davam edəcəyik. Adətən daha da təhlükəsiz olması üçün bizə lazımdır bu minimum belə deyim yenilənsin. Bu minimum yeniləndən sonra ondan sonra biz qızılın enişini gözləyəcəyik. Hara qədər olacağını 3700-lərə qədər mən şəxsən özüm gözləyirəm ki, qızıl eniş eləsin. Ondan sonra da artım olacaq, olmayacaq, onu da bizə bazar göstərəcək özü. Neft markası VTI-dir. Brentlə eyni şeydirlər, yəni 10% və yaxud da ki 11% fərqi olunur qiymətlərində. Ona görə Brent VTI-də göstərdiyim eyni şeydə Brentə aidiyyatı var. Səhv eləmirəmsə Rosneftə qarşı sanksiyalar tətbiq olunmuşdu Amerika tərəfindən. Ona görə bizdə belə bir artımdan sonra bu sanksiyalar veriləndən sonra biz enişə başlamışıq. Ümumiyyətlə şəxsən özüm neftin VTI aidiyyatı varsa 55-lərə qədər gözləyirəm. Ən azından 55-lər bu ilin üzərində ticarət olunması. Həmçinin OPEC-in iclasında da eşitmişdim. Gələn il üçün neftin qiymət aralığı 65 civarında gözlənilir. Yəni ondan o tərəfə artacağı OPEC hər halda belə deyim imkan verməz, amma yenə də bu bir belə deyim xəbərdir, fərziyyədir. Hər şey ola bilər. Bir də görsün nəsə dəyişiklik olundu, qiymət getdi 80-lara, 90-lara və yaxud da ki 40-lara gedə bilər. Amma hal-hazırdakı vəziyyətdə şəxsən özüm yəni 55-ləri gözləyirəm. Ona görə yenə də neftin satış əməliyyatlarını açmağınıza üstünlük verməyinizi tövsiyə edirəm. Burada da həmçinin bizdə belə bir baxsaq da kanal da mövcuddur. Belə bir kanalımız var. Və qiymət görürsünüz neçə dəfə var. Burada 2 dəfə görüb, burada aşağıda bir dəfə görüb. Yəni böyük ehtimal var ki, ikinci dəfədə aşağı sərhədini görsün. Ondan sonra hansı bir korreksiya olandan sonra axırı gec-tezi bu kanalımız bizdə qırılacaq. Yəni də burada sizə məsləhət görürəm VTI marka neftinin satış əməliyyatlarını açmağınıza. Burada isə minimal olaraq 56-57 civarında saxlaya bilərsiniz. Sonuncu valyutamız yenadır. Yapon yenası. Ümumi bizdə qlobal artımdaydıq. Yavaş-yavaş da olsa yena ümumiyyətlə biraz çox valyutaların içərisində əhli-keyf valyutadır belə deyim. Çünki Kanada ilə Şveysar frankı bilirsiniz belə artır. Yena isə yavaş-yavaş öz işi ilə məşğul olma gedər. Ona görə də biraz hardasa olaraq texnikaya tabi olmayan valyutalardan biridir. Ümumi olaraq niyə görə aynı işini gözləyirəm? Məndə şəxsən bu şamlar xoşuma gəlmədi. Yəni əgər bu artımın davam olunacaqdırsa, yəni bu şamlar kölgələri niyə belədir? Burada hal-hazırda mən başa düşürəm ki, burada alışların fiksasiyası olunub. Yəni burada alanlar, burada alanlar, burada alanlar, burada alanlar. Buradakı olan profitlərini sadəcə fiksasiya ediblər. Fiksasiya olunmuş bir profit, yəni bazarda böyük həcmin yığışdırılması deməkdir. Ona görə də düşünürəm ki, korreksiyamız bizim daha da dərin davam edə bilər. Amma ümumi olaraq korreksiya olunandan sonra hardasa bu civarlara yenə eniş edəndən sonra bu səviyyələrə təxminən buralara
1.48-lərə, ondan sonra yenə də artımı gözləyə bilərik. Daha təhlükəsiz girməsi üçün əməliyyata baxın, burada bu ən azından bu trend kanalını qırsaq daha yaxşı olardı. Yəni günlük şam ticarət olunur trend kanalının aşağısında. Bugünkü şam Amerika bazarı bağlanana qədər bu şam burada olsa, yəni qayıdıb yuxarı qalxmasa, burada olsa, onda növbəti birinci gün biz yenanın enişin rahatçılığına görə bilərik. Ona görə tövsiyə edirəm ki, yenaya siz satış əməliyyatlarınızı, həmçinin VTA-ya da qızıla ümumiyyətlə hal-hazırda əməliyyat açmağa nə baya nə sala bir şans, belə deyim, vəziyyət yoxdur. Euro dollar 50-50-yədir. Yəni kanalı qırsaq yuxarı gedir, kanalın aşağısına qalsaq enişə. Həmçində funta aidiyyat var. Mən yenə funtun enişini gözləyirəm. Biz eniş edib ondan sonra artıma gedə bilərik. Belə əziz treyderlərimiz, əgər sizə də mənim analizim maraqlı oldusa, bunu dostlarınızla, başqa treyderlərlə paylaşın və çoxlu izləmələr olsun. Sizə çoxlu profitlər arzu edirəm. Növbəti həftədə uğurlar, növbəti videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın.